vərəm xəstəliyi. Vərəm xəstəliyi bir çox heyvanların və quşların ağır xroniki gedişli yoluxucu xəstəliyidir. Xəstəliyə insanlar da yoluxurlar. Xəstəliyin törədicisi xüsusi bakteriyalardır. Bakteriya müxtəlif kimyəvi maddələrin və xarici mühitin təsirinə davamlıdır. Belə ki, torpaq və peyində 4-10 ilə qədər, süddə 19 gün, yağda 300 gün, pendirdə 145-200 gün, dondurulmuş ətdə 1 ilə qədər yaşama qabiliyyətini saxlaya bilir. 100 dərəcə istidə mikrobakteriyalar dərhal məhv olur. Bakteriyalar xəstə heyvanların bəlxəmi, tüpürcəyi, südü və nəcisi vasitəsilə yayılır. Bakteriya hava, yem və su ilə orqanizmə daxil olur. Cavan heyvanlar əsasən xəstə heyvanların südündən yoluxur. Kliniki əlamətləri. Uzun sürən xəstəlik olduğuna görə ilkin mərhələlərdə xəstəliyin heç bir əlaməti görünmür. Xəstəlik inkişaf etdikcə daha çox müşahidə olunan əlamətlər heyvanların arıqlaması və tənəffüs orqanlarının pozğunluğudur. Xəstəlik şiddətlənən zaman döş qəfəsində xırıltılar, ağrılı öskürəklər eşidilir. Quşlarda daha çox toyuq, qaz, ördək və hind quşlarında xəstəlik aydın olmayan əlamətlərlə keçir. Xəstə quşlar tez arıqlayır, az hərəkətli olur. Xəstəliyin profilaktikası, müalicəsi və mübarizə tədbirləri. Xəstəliyi ilkin mərhələlərdə aşkar etmək məqsədi ilə heyvanlarda dəri-içi allergik müayinə üsulu, yəni tuberkulinizasiya aparılır. Dərinin iynə vurulan yerində xəstəliyə məxsus şişkinlik yaranan heyvanları digər heyvanlardan ayıraraq laboratoriya və digər müayinələrə cəlb etmək lazımdır. Dəri-içi allergik müayinələr baytarlıq idarələri tərəfindən tərtib edilmiş epizootik tədbirlər planına uyğun olaraq aparılır. Vərəm xəstəliyinə yoluxmuş heyvanların müalicəsi maliyyə vəsaiti çox tələb etdiyinə görə məqsədə uyğun sayılmır. Xəstəlik təsdiq olunduqda heyvanlar qaydalara uyğun olaraq kəsimə göndərilməlidir. Xəstəlik təsdiq edilmiş təsərrüfatda gündəlik məcburi dezinfeksiya işləri aparılmalıdır. Təsərrüfata yeni gətirilən heyvanlar 30 gün karantində saxlanılmalıdır. Heyvanlar qaba, sulu şirəli, qüvvəli yemlərlə, vitamin və minerallarla yemləndirilməlidir. Müntəzəm gəzinti verilməlidir, tövlədə hava dəyişməsi üçün bacalar olmalıdır. Heyvanlar həddən artıq sıxlıq şəraitində və rütubətli yerlərdə saxlanılmamalıdır.